وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyyə bədə əmə bəd. Selamu aleykum və rahmetullahi və berekatuhu. Biz deməli İbn Zəmənin rahimehullah onun Usul-u Sünnə risaləsini oxuyuruq. Və Şeyx rahimehullah hicrətin 399-cu ilində vəfat edib. Və dedik ki, Şeyx rahimehullah yəni 4-cü əsrdə yaşayıb hicrətin və Əhl-i-Sünnə vəl-Cəmaə əqidəsi o vaxt və ondan da qabaq artıq deyilirdi, qeyd olunurdu, bildirilirdi. Bu da rəddi kimlərə, o dəvətin düşmənlərinə, zındıqlara və s. Onlar ki, sələf dəvətin istəyirlər, göstərsinlər ki, təzə yaranıb. Gör ki, 3 əsrdir, lakin ixtilaf ediblər. Bəzilər deyib 3, bəzilər deyiblər 6. Amma Əhl-i-Sünnə və Cəmaə əqidəsi Peyğəmbər sallallahu aleyhi ve sellem qoyub. Quran sünnədən və sahabələrdən gələn əqidədir. Və Şeyx rahimehullah burada artıq biz 9-cu fəsli oxuyuruq. Ümumən kitab 42 fəsildən ibarətdir. Rahimehullah burada artıq Allah subhanahu taala'nı görmək barədə danışacaq, yəni qiyamət günü. Çünki Allah subhanahu taala'nı görmək bu dünyada mümkün deyil. Amma qiyamət günü möminlərə görsənəcək və həmçinin cənnətdə görsənəcək, özünü göstərəcək. Və burada müəllif rahimehullah Usul-u Sünnə risaləsində, Usul-u Sünnə yəni sünnənin əsası. Sünnənin əsasından da biri budur ki, qiyamət günü Allahı görmək, iman gətirmək. Və burada rahimehullah buyurur ki, وقال محمد ومن قول أهل السنة إن المؤمنين يرون ربهم في الآخرة. Və Əhl-i Sünnənin qövlü budur ki, ahirətdə Allah subhanahu ta'ala görmək məsələsinə iman gətiriblər. Və ənəhu yəhtəcib anil kuffari vəl müşrikin fələ yaravnahu. Amma kafirlərlə müşriklər onlar görməyəcək. Və qalə sallallahu aleyhi ve sellem وقال الله تعالى للذين أحسنوا الحسنى وزيادة. Allah subhanahu ta'ala Yunus suresi 26. ayda buyurur ki للذين أحسنوا الحسنى. Onlar ki, yaxşı işlər görüblər, yəni Allahın və Rasulunun dinlərini qəbul ediblər. Onlar üçün husnə, yəni cənnət var. Və ziyadə. Və ondan da artıq. Ondan da artıq soruşdular ki, ya Rasulullah, cənnətdən də artıq nə ola bilər? Dedi ki, Allah subhanahu ta'ala görməyi, ona baxmaq. Çünki Allah ta'alanın cəmalına baxanda cənnətdə nə varsa hər şey yaddan çıxacaq. Yəni onun kimi heç nə görməyiblər. Gözəlliyi də, s. Və sonra müəllif 2-ci ayı gətirir. Qiyamət surəsi 22-23-cü ayələr. Allah ta'ala buyurur ki, Vucuhun yevmə idin nadira. O gün üzlər baxacaq. İlə Rabbihə nazira. Allah subhanahu ta'ala cəmalına tamaşa edəcəklər. Və sonra başqa ayə gətirib, Muttaffifin surəsi, Muttaffifin 15-ci ayə, Allah Teala buyurur, Kəllə innəhum an Rabbihim yevmə idinlə məhcubun. Allah subhanahu ta'ala buyurur ki, o gün kafirlər Allah'ı görə bilməyəcəklər, aralarında hicab olacaq. Ayənin əks mənası nədir? Deməli, möminlər görəcək. Möminlərdə hicab olunacaq. Və şeyx deyir ki, Fəsubhanə mən lə tudrikul əbsar və huvə yudrikul əbsar və huvə latiful xabir. Sonra hədislərə başlayır və müxaliflər təbii ki, onlar Allahı görmək məsələsində onlar inkar ediblər. Bəziləri əcaib üslubu da isbat ediblər. Məsələn, əşarilər. Əşarilər Allahı görməyi isbat ediblər, lakin deyiblər cəhədsiz, yəni aydın olmayacaq işlə, yəni. Qorxublar ki, oxşadacaqlar. Niçin? Göz Allahı əhatə eləyə bilər, ona görə hədd qoya bilər. Deyiblər ki, yox, hədsiz. Belə. Amma qiyamətdə bir şey var da, bu dünyada hələdir. Amma qiyamət tamam başqadır. Başqa ayələr də gətirilər. Məsələn, lə tudrikul əbsar. Allah Teala buyurur ki, onu gözlər dərk eləməz. Dərk başqa şeydir, görmək deyil.
Ola bilər görəsən, lakin dərk eləməsin. Biz günəşi görürük, lakin dərk eləmirik o nədir, nədəndir, necədir yəni burada. Dərk eləmirik, amma görürük. Və gətirirlər ki, Musa Allaha dedi ki, ya Rab, özünü göstər mənə. Allah Taala da dedi ki, mən görməzsən, bax dağa, əgər dağ davam gətirsə görərsən. Deyirlər, görsən, dedi Allah Taala mənə görməzsən. Yəni, görməzsən bu dünyada. Amma deyir, axı, bax dağa, dağ davam gətirsə görərsən. Deməli, görmək mütləq şəkildə inkar olunmuyor. Amma desən ki, bəs qiyamətdə necə qiyamətdə? Qiyamətdə başqa cür olacaq, bədən, cənnətdə başqa cür olacaq. Bu dünyada, Sonra burada İmam Abdullah Buxari rahimehullah burada Darqutni'dən onun bir kitabı var, As-Sifat. 67-ci səhifədə buyurur ki, Valid ibn Muslim deyir ki, Səəltul Əvza'i və Malik ibn Anas və Süfyan-ı Thawri və Leyth ibn Sa'd ən hədiyəl əhadis. Yəni, Valid ibn Muslim deyir ki, Əvza'idən, Malikdən, Malik ibn Anas'dan, Süfyan-ı Thawri'dən və Leyth ibn Sa'ddən və başqalarından soruşdum. Allahı görmək məsələsində deyir, qəbul edirik keyfiyyətə varmadan. Keyfiyyətə varmadan, yəni Əhl-i-Sünnə və Cəmaət əqidəsidir və burada həmçinin gətirir Darimidən və s. Və burada indi hədisdə müəllif buyurur ki, 51-ci hədis. Və həddəsəni Əhməd ibn Abdullah ibn Abdillah ən ibn Vaddah ən Musa ibn Muaviyyətə ən Vəki ibn Cərrah ən İsmail ibn Əbi Xalid ən Qeys ibn Əbi Hazim ən Cərir ibn Abdillah el-Bəcəli قال كنا عند رسول الله صلى الله عليه وسلم ليلة البدر فقال هل ترون هذا القمر؟ قلنا نعم. قال هكذا ترون ربكم يوم القيامة لا تضامون في رؤيته. Burada şeyh deyir ki, gətirir deməli, Abdullah el-Bəcəlinin rivayətini deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanındaydıq. Bədir gecəsi, yəni gecəni ayın 14-15-ci olan gecə. Onda ay açıq görsənir səmada. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ayı görüb dedi ki, bu ayı görürsünüz. Hamı dedi ki, bəli ya Rasulullah görürük. Dedi ki, qiyamət günü də Allahı belə görəcəksiniz. Bir-birinizə deməyəcəksiniz, çəkil mən də baxım, çəkil mən də baxım. Buxari və Müslim rivayət edib, hədis səhihdir. Sonra müəllif 52-ci rivayəti gətirir. Qalə İbn Vaddah və həddəsini Habratu ibn el-Hasan el-Marvazi قال حدثنا سفيان بن عيينة عن سهيل ابن أبي صالح عن أبي هريرة قالوا يا رسول الله هل نرى ربنا يوم القيامة؟ Abu Hureyre deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, ya Resulallah, qiyamətdə Allahı görəcəyik. قال هل تضارون في رؤية القمر ليلة البدر وهذا دونه حجاب وليس دونه حجاب؟ قالوا لا. قال فهل تضارون في رؤية الشمس في الظهيرة وليس دونها حجاب؟ قالوا لا. قال فلا تضارون في رؤيتي إلا كما تضارون في رؤية أحدهما. Sonra deyir ki, Abu Hureyra, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, qiyamət günü Allahı görəcəyik. Dedi, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, aya baxanda bir-birinizi deyirsiniz ki, çəkil, sıxıntılar baxırsınız, yoxsa açıq ayını görürsünüz. Dedilər ki, rahat görürük. Sonra deyir, günorta vaxtı günəşi əziyyətlə görürsünüz, bir-birinizə əziyyət verməklə, yoxsa sıxlıqla, yoxsa rahat görürsünüz. Dedi, ya Rasulullah, rahat görürük günəşi də, günorta. Dedi ki, qiyamət günü də Allahı verə görəcəksiniz. Hədis səhihdir, Müslim rivayət edib. Sonra İbn Vaddah 53-cü hədisdə qalə həddəsəni İbrahim ibn Nuh el-Musili qalə həddəsəni Yezid ibn Harun an Hammad ibn Sələmə an Thabit əş-Sunəni və ya Bunani an Abdurrahman ibn Abi Leyla an Suhayb an Nebi sallallahu aleyhi ve sellem qalə İzə dəxələ əhlül cənnəti cənnə nudu ya əhləl cənnə innə ləkum mav'idən qalu və məhi huvə ələm يبيض وجوهنا ويدخلنا الجنة وينجينا من النار قال فيكشف الحجاب
فيسحروا فينظرون إليه والله ما آتاهم الله شيئا أحب إليهم منه ثم تلا هذه الآية للذين أحسنوا الحسنى وزيادة. Sonra Suheyb deyir ki, rahimehullah, radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellemdən deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o vaxt ki, cənnət əhli cənnətə girəcək, onlara nida olunacaq ki, ey cənnət əhli, sizə hələ bir şey də var, yəni bir görüşümüz var. Dedilər ki, o nədir? Dedilər ki, ya Rabbi, məyər bizim üzümüzü ağartmadın, məyər bizi cənnətə salmadın, məyər bizi cəhənnəmdən xilas etmədin. Hələ bundan da böyük nə ola bilər? Bundan da artıq. Və o vaxt Allah Taala hicabı götürəcək aralarından və Allah Taala özünü göstərəcək. Və cənnət əhli deyəcək ki, bundan daha sevimli mənzərə görməmişdik. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni oxudu. Lillezine ahsenul husna və ziyadə. Yunus suresi 26. ayə. Hədis səhihdir. Səhih. Sonra Müslim rivayət edib və başqaları. Sonra 54. hədis Həddəsəni Əbi an Ali an Əbi Davud an Yahya qala Həddəsəni Yunus ibn Əbi İshaq Həmdani an Əbihi an Amir ibn Sa'd البجلي قال قرأ أبو بكر الصديق في هذه الآية أو قرئت عليه فقال هل تدرون ما الزيادة؟ قال الزيادة نظر إلى وجه ربنا. Deməli, Abu Bakr bu ayəni oxudular. Lillezine ahsenul husna və ziyadə. Bu ayəni oxudular. Abu Bakr soruşdu ki, bilirsiniz o artıq nə deməkdir? Dedilər ki, bilmirik. Dedi ki, Allah Taala'nın cavanlığına tamaşa eləmək, lakin hədis zəifdir. Hədis zəifdir Əbu Hüreyrədən nəql olunan bu. Sonra müəllif rahimehullah 55-ci rivayəti gətirir. 55-də də deməli buyurur ki, Yahya qala həddəsəni Məs'udi an Minhal ibn Amr an Əbi Ubeydətə ibn Abdillah an Əbi ibn Məs'udin annahu qala sari'u ilal cum'i fi dünya fe innallaha yabruzu li ahlil cenneti fi kulli yawmin cum'ati fi kethibin min kafurin abyad feyekununa منه في القرب كمسارعتهم إلى الجمع في الدنيا فيحدث لهم من الكرامة شيئا لم يكونوا رأوه قبل ذلك ثم يرجون إلى منازلهم فيجدونه قد أحدث لهم أيضا. Sonra قال يحيى وسمعت عن المسعود يزيد فيه وهو قوله ولدينا مزيد. Burada da bir zəif hədis gətirir Şeyx Rahimullah ibn Məsuddan. Deyir ki, cüməyə tələsin, bu dünyada qılın cüməni. Çünki qiyamət günü də cümə günü olacaq. Orada da necə bu cümədə tez gedirsiniz cüməyə, orada da yığışacaqsınız Allah Subhanahu Taala'nın camalına tamaşa eləmək. Bu mənada, lakin bu rivayət zəifdir. Sonra 56-cı rivayətdə buyurur ki, Yahya qalə və həddəsini Sa'id an Qatadə bi qavlihi vucuhun yevməidin nazira qalə na'imə إلى ربها ناظرة قال تنظر إلى ربها إلى الله. قال يحيى وإنما ينظر إليه مؤمنون وأما الكافرون فيحتجب عنهم وهو قوله كلا إنهم عن ربهم يومئذ لمحجوبون. Yani burada da bu rivayette de Allah Şamlı Buxari rahimehullah, hafizehullah burada hadis barədə, rivayət barədə heç nə bildirməyib. Sadəcə Suyutunun sözünü gətirir. Əd-Durar Əl-Mənsurda. Burada sadəcə deməli Səid Qatadə deyir ki, Allah Taala deyir ki, qiyamət günü özünü göstərəcək, üzlər baxacaq ona. Yahya deyir ki, möminlər yalnız görəcək, kafirlər isə onlarla Allahın arasında pərdə olacaq. Çünki Mutaffifin surəsində Allah Taala buyurur, Kəllə innəhum an rabbihim yevməidin ləməhcubun. Sonra müəllif rahimehullah, yəni Allahı görmək sabitdir möminlərə. Deməli, Allahı görmək həm qiyamətdə olacaq, həm də cənnətdə. Allah Subhanahu taala bizə nəsib eləsin onu. Amma kimlər ki deyir, görməyəcək, ola bilsin, onlar düz deyir. Onlar görməyəcək, ola bilsin. Amma Allahı görmək sabitdir.
Həm Quranla, həm sünnənlə. Sonra müəllif burada 10-cu fəsildə buyurur: "Babu fil imani bil lawhi vel qalam." Yəni lövhəyə və qələmə iman gətirmək. Yəni əhl-i-sünnə üsulundan da biri oldu ki, lövhəyə və qələmə iman gətirmək. Və qala Muhammed və min qawli əhl-i-sünnəti ennəl-lawhul mahfuz vel qalam haqqun yu'minun bihima. Və qala azza və cəl: "Bel huve Kur'anun mecid fi lawhin mahfuz." Və qala Teala: "Və indehu ummul kitab." Və qala Teala: وعندنا كتاب حفيظ. وحدثني إسحاق عن أسلم عن يونس عن ابن وهب قال وحدثني معاوية بن صالح عن أيوب ابن أبي زياد قال حدثني عبادة بن وليد ابن عبادة بن صامت قال وحدثني أبي قال دخلت على عبادة فقال يا بني إني سمعت رسول الله صلى الله عليه وسلم يقول إن أول شيء خلقه الله القلم ثم قال اكتب فجرى في تلك الساعة بما هو كائن إلى يوم القيامة وذكر الحديث. Sonra Şeyh Rahimullah səhih hədis gətirir. Burada gətirir, yəni Lövhül Mahfuz. Lövhül Mahfuz hansı ki Allah Teala Lövhül Mahfuzda məkanın adıdır, yerin. Allah Teala orada kitab hər şey yazdırıb daha doğrusu. Qələm. Burada rivayətdə gəlir ki, hədisdə ən birinci Allah Teala qələmi xəlq etdi. Lakin biz dedik ki, ən birinci xəlq olan nədir? Ərş. Ərş səhih budur ki, Allah ən birinci ərşi xəlq edib. Sonra qələmi. Sonra qələmi. Burada hədisdə gəlir ki, Allah Teala Ubadə ibn Samit deyir ki, mən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ən birinci Allah Teala qələmi xəlq elədi. Dedi ki, ona yaz. Ta qiyamətəcən nə olacaq? Hədis səhihdir. Yəni bu hədis qələmi olmağını ispat edir. Və qələm deyil, Lövhül Mahfuzdur, bunlar qiyamət günü qalacaqlar. Qiyamət günü dağılmayacaq, hər şey dağılacaq, 8 şeydən başqa. Onlardan da biri Lövhül Mahfuz, bir də qələm. Sonra müəllif burada, rahimehullah, 58-ci rivayəti gətirir. Deyir ki, وحدثني أحمد بن مطرف عن عناقي النصر ابن أسد عن أسد قال حدثنا يحيى بن زكريا بن أبي زائدة قال حدثنا عبد الملك بن حميد عن الحكم عن من حدثه عن ابن عباس في قوله نون والقلم وما يسطرون قال أول من خلق الله القلم وخلقت له الدوات وهي النون فقال له ربه اكتب قال ربي ما أكتب قال اكتب القدر خيره وشره فجرى بما كان حتى تقوم الساعة. Bir rivayət gətirib burada, lakin sənəd zəifdir Peyğəmbərə sallallahu aleyhi ve sellemə. Yəni gətirir ki, ən birinci Allah Teala qələmi xəlq elədi və onun üçün mürəkkəb xəlq elədi. Dedi ki, yaz. Qələm dedi ki, nə yazın? Dedi, nə qiyamətəcən olacaq? Xeyri, qədəri, xeyri və şəri. Və o da yazdı. Və hədis səhih deyil sənədindən, lakin mövqufdur. Yəni sənədi mövqufdur. Hədis elmində mövquf deyiləndə mövquf var. Mərfu, söz ki, hədis mərfudur. Mərfu yəni Peyğəmbərə nisbət olunur. Mövquf sahabiyə. Məqtu tabiinə və onlardan sonraya. Ümumən. İndi Şeyh deyir ki, rahimehullah, Şeyh Hafizullah, Şeyh Abdullah Buxari deyir, bu sənəd zəifdir. Lakin İbn Abbasdan sabit səhih var. Lakin İbn Abbas da dayanır. İbn Abbas deyir bunu. Mövqufdur. Mövquf yəni sahabinin sözüdür. Məqtu sahabidən sonra gələnlər. Mərfu Peyğəmbər sallallahu aleyhi ve sellem sözü. Sonra bəlkə bunu qutarından sonra hədis elmini oxuyaq. Səhih, zəif, həsən, sahih. Sonra müəllif burada 59-cu hədisdə buyurur ki, Əsədin qalə həddəsənə Yusuf ibn Ziyad ən Abdülmun'im ən İdris qalə həddəsəni ən əbi ən cəddi
وهب عن ابن عباس قال إن أول شيء خلق الله اللوح المحفوظ مسيرة 500 عام في مسيرة 500 عام وهو ابن در أبيض صفحتاه ياقوتية حمراء كلامه النور وكتابه النور. Yani bu rivayet, getirdiği bu rivayet 59. rivayet batildir. Zayıf da yok. Batildir. Burada qəribə sözlər işlənir. Lövh-ül Mahfuzu yaratdan birinci. Sonra Allah Teala xəlq elədi. Lövh-ül Mahfuzu 500 illik yoldur. Sonra yaqutdandır. Səhifəsi qırmızıdır. Sözləri nurdandır. Kitabəsi nurdandır. Batildir hədis. Səhih deyil. Sonra müəllif 60-cı hədisi gətirir ki, Əsəd qala Vahbi fi hadisihi və xalaqallahu l-qələm min nur طوله 500 عام قبل أن يدخل الخلق يخلق الخلق فقال للقلم اكتب فقال القلم ما أكتب يا رب قال اكتب علمي في خلقي إلى أن تقوم الساعة فجرى القلم بما هو كائن في علم الله إلى يوم القيامة قبل أن يخلق السماوات والأرض وإن كتاب ذلك القلم على الله يسير. Bir rivayeti getirip o da batildir. Burada gəlir ki, rivayətdə ən birinci Allah Teala nurdan qələmi xəlq elədi. Uzunluğu 500 illik yoldur. Batildir hədis. Dedi ki, yaz, dedi, nə yazın, dedi, nə olacaq? Lakin hədis batildir. Yəni, səhih deyil. Sonra burada müəllif bu babda axırıncı hədisi gətirir. 61-ci hədis. Və haddəsəni Əbi an Ali, Əbi Davud, an Yahya ibn Səllam. Qalə haddəsəni Əbu Umeyyyə, an Humeyd ibn Hilal, an Əbi Dayf, an Ka'b. Qalə, in aqrabul mələikəti ilallahi İsrafil və ləhu 400. Bu hədis də münkərdir, yəni zəifdir. Yəni, burada deyir ki, Ka'b ibn Malik deyir ki, Allaha ən yaxın mələklərdən biri İsrafildir. 400 dənə qanadı var. Qanadları biri məşriqi, biri məğribi tutur. Və taradlar bir thəlisə və rabi beynəhu və beynə lövhül mahfuz və aradallahu ən yuhiyə əmran cəəl lövhül mahfuz həttə yasfiqa cəbhətə İsrafil fəyərfəu rəqsəhu fəyənduru fəidəl əmru məktub fəynəd Cibril fəyuləbbih fəyəqulu umirtu bikədə فلا يهبط جبريل من سماء إلى سماء إلا فزع أهلها تخافه الساعة حتى يقول جبريل الحق من عند الحق فيهبط على النبي صلى الله عليه وسلم فيوحي إليه. Yəni rivayətdə göstərir ki, İsrafildən danışır, Cəbraildən sonra Cəbrail başladı o ayələri gətirməyi Peyğəmbər sallallahu aleyhi ve sellem. Ümumiyyətlə, mələklər böyükdür. Biz bilirik ki, mələklər Allah Taala'nın məxluqlarından, böyük məxluqlarından biridir. Cəbrail səhih budur ki, 600 dənə qanadı var. Bu rivayətdə 400-dür İsrafilin. Lakin rivayət münkərdir, yəni hədisdir. Zəifdir, uydurmadır. Münkər rədd olunur. Lakin mələklər Allah Taala'nın böyük məxluqatlarıdır. Hətta ərşi daşıyan mələklər, biz keçən dəfə danışdıq, oxuyanda qulaqla çiyinin arasında 500 illik yoldur. Yəni, böyük məxluqlardır. Böyük məxluqlar, çünki böyük məxluqları da daşıyırlar. Yəni, mələklər kiçik məxluq deyil. Bununla müəllif rahimullah bununla qutarır. Yəni, etiqadımız budur ki, Allah subhanət hələ qiyamət günü inşallah görəcək, Allah Teala bizə nəsib eləsin və həmçinin etiqad edirik ki, Allah Teala'nın iki məxluqu var, lövh-ül mahfuz və qələm. Allah Teala yazıb nə olacaq? Lakin seçim də verib bizə. Seçim də verib. Çünki insan tam azad deyil. Və insan həmçinin tam məcbur deyil. Tam məcbur deyil. Allah subhanət hələ seçim verib. Seçim verib bizə. Sonra müəllif rahimullah buyurur ki, cənnət və cəhənnəmin hal-hazırda xəlq olunması barədə. Ne üçün sələf bunu deyib? Çünki mütəzillər deyirlər ki, xəlq olunmayıb indi. Qiyamət günü xəlq olacaq. Ona görə Əhl-i-Sünnə bu məsələni gətirib əqidədən. Əhl-i-Sünnə sundan qalsın gələn məclisimizə. Allah şeyxə rəhmət eləsin. Allah bizə faydalardan etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.